Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 8-ci qurultayı keçirilib. Qurultayda əmək hüquqlarının qorunması, sosial dialoqun gücləndirilməsi və yeni çağırışlara uyğun fəaliyyət istiqamətləri əsas mövzulardan olub. Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı, yaşıl iqtisadiyyata ədalətli keçid, süni intellektin əmək bazarına təsiri Həmkarlar İttifaqlarının qarşısında məsuliyyətli və strateji vəzifələr qoyur. Onları daha fəal olmağa sövq edir. Bu sözləri Prezident İlham Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 8-ci qurultayının iştirakçılarına müraciətində bildirib. Müraciəti Prezidentin köməkçisi Şahmar Mövsümov oxuyub. İşçilərlə işə götürənlər arasında sosial dialoqun əsas tərəfdaşı və əmək dəyərlərinin qoruyucusu kimi çıxış edən Həmkarlar İttifaqları, peşə biliklərinin möhkəmləndirilməsi, işçilərin maarifləndirilməsi, əmək hüquqları sahəsində onların bilik və bacarıqlarının artırılması prosesində yaxından iştirak etməlidir. Baş nazirin müavini Şahin Mustafayev bildirib ki, 2026-2028-ci illər üçün imzalanacaq baş kollektiv sazişdə əmək hüquqlarının qorunması ilə yanaşı, ətraf mühit, süni intellektin iş yerlərinə təsiri, qloballaşma, iqtisadiyyat kimi məsələlər də prioritet olacaq. Əmək və sosial-iqtisadi hüquqların müdafiəsi ilə bağlı 2018-2024-cü illər ərzində ümumilikdə 45,9 min müraciətə baxıldığını deyən Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov bildirib ki, müraciətlər 88,9% müsbət həll edilib. 1000-dən artıq üzv işə bərpa olunub. Texnoloji avadanlıqların və əmək şəraitinin normativ hüquqi aktların tələblərinə uyğunluğuna dair 2705 müəssisədə monitorinqlər aparılır. Nəticədə 7516 iş yeri sanitariya gigiyena normalarına uyğunlaşdırılıb. Müdaxilələrimiz nəticəsində əlverişsiz əmək şəraitinə görə 28280 halda işçilərə güzəşt tətbiq olunub. 169435 nəfər norma tələblərinə uyğun fərdi mühafizə vasitələri ilə təmin olunub. Müzakirələrdən sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qurultayları arası dövr üzrə və təftiş komissiyasının hesabatları, eləcə də yeni nizamnaməsi təsdiq olunub. Gələcək fəaliyyət istiqamətləri müəyyən edilib. Bununla da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 8-ci qurultayı işini başa çatdırıb. Günəş Rızayeva, Nahidə Məmmədova, Diana Cəlali, Spice xəbər.